Mənə böyle imkan verirlər. Bütün məqsədləri sökərəm, deyərəm yerində məktəbdir. Mənə ən böyük zərbələr dindarlar. Əslində elə insanların danışmasına icazə yoxdur və qadağa qoyulmalıdır. Şərur MTK-nın sahibi, ölkədə tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundovun verdiyi müsahibələr bir neçə gündür ki, sosial şəbəkələri zəbt edib. O həyatından və bu yerlərə necə gəldiyi ilə bağlı danışıb. Lakin həmin hadisədən sonra bir neçə gündür ki, bizim redaksiyamıza şikayətlər gəlir. Həmin şikayətçilərdən biri də Qəşəm Güləliyevdir. O, İsfəndiyar Axundovla bağlı aralarında yaranmış mübahisə ilə bağlı bizə açıqlama verib. İndi biz onun dilindən eşitmək istəyirik. Qəşəm bəy, aranızda nələr baş verib Şərurlu İsfəndiyarla bağlı? Mən Saatlı rayon Əli-Sultanlı kənd sakini Güləliyev Qəşəm Atamoğlan oğlu. Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2006-cı ildə evimi satmışam, aparıb Şərurlu İsfəndiyardan 4 dənə ev almışam. Demək, 2006-cı ilin dekabr ayının 11-də. Bir müddət keçdikdən sonra dedilər ki, bəs İsfəndiyarın işçiləri daha doğrusu, icraçı direktorları bəs evləri başqa adamlara satır. Mən də getdim Şərurlu İsfəndiyarın yanına. O mənə gördü ki, həqiqətən siyahı onun qarşısındaydı. Mənə söz verdi ki, arxayın ol, bəs az müddətdə sənin məbləğin ödənilər, yaxud da evlərin verirlər. Xeyli müddət keçdikdən sonra bir də getdim. Bu mənə bütün sənədlərimi aldı. Mən də sənədlərin kopyasını çıxartdım Dövlət Notariat kontorunda. Sənədləri buna verdim. Bu mənə götürdü başqa bir yerdən 131 kvadrat 2007-ci ildə. Başqa yerdən 131 kvadrat qeyri-yaşayış sahəsi verdi ki, bəs arxayın ol, ged bunu satıb pulları götürə bilərsən. Mən də gedib həmin obyektə baxdım, gördüm ki, bu obyekti heç 50 minə də satmaq olmaz. Halbuki mən ona 218 min dollar pul götürmüşdüm. Gəldim bunun yanına, bu dedi ki, olan budur. Nəsə məni çox süründürdükdən sonrasına başqa bir dostum getdi ki, bəs mən gedib oyuna söhbət eləyərəm. Həmin sənədi başqa bir obyektlə əvəz eləyib, başqa bir adresdə, başqa şirkətin adından mənə 2015-ci ildə təzədən yeni başqa bir sənəd verdi. Gəldim, gördüm həmin obyekti yenə də. Çox gedib gələndən sonra bunun qəbuluna rayon icra hakimiyyətindən belə hamı xahiş elədi. Bunun qardaşı, Ağalı adında bir qardaşı vardı, buna zəng saldılar ki, bəs belə-belə də bu adama qeyri-qanuni niyə ilişirsən? Nəysə, uzun müddət gözlədikdən sonra mən götürdüm, bunu verdim məhkəməyə. Məhkəmə qərar çıxartdı. 23-cü ilin may ayının 19-da məhkəmənin qərarı oldu ki, bəs bu mənə demək, həmin heç olmasa ilkin ödədiyim evlərin dəyərini versin. İcra şöbəsi gedib bunun yanına deyib ki, mən məhkəmə qərarını tanımıram. Mən bura çıxmaqda məqsədim, mən 18-19 il gözləmişəm, mən sakitlik olsun, sözsüz söhbətsiz, heç bir kanala da müraciət eləməmişəm, heç yerə də müraciət eləməmişəm, dövlət qurumlarına müraciət eləmişəm vaxtında. Hazırda onun sizə ödəməli olduğu məbləğ nə qədərdir tam olaraq? Hal-hazırda məhkəmə qətnaməsində ilkin ödədiyim dəyərdir. Başqa orada 18 il mənim bu pulumu necə istifadə edib özü bilər. Faktiki ödədiyim məbləğ 155.188 dollardır. Bugünə qədər həmin məbləğ ödəməyib. Məhkəmə qətnaməsinin 2 il müddət keçir, 2 ilə yaxın müddətdir. Məhkəmə qətnaməsindən imtina edir. Siz onu Bismillah Rəhman Rəhim Allah kömək ol deyəndə və bilmirdiniz bu qanunsuzdur, düzdür.